Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, tanınmış səhnə ustası Məsumə Babayeva dünyasını dəyişib. Sfera az oxu istinadən xəbər verir ki, bu barədə aktrisanın yaxınları sosial şəbəkə hesabında məlumat paylaşıblar. Bildirilib ki, 74 yaşlı Məsumə Babayeva bu dəqiqələrdə vəfat edib. Onun ölümü teatr camiyyəsində və sənətsevərlər arasında dərin kədər hissi ilə qarşılanıb. Qeyd edək ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. O, uzun illər Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çalışaraq bir-birindən maraqlı və yadda qalan obrazlar yaradıb. Aktrisa səhnədəki təbii oyunu, səmimiliyi və peşəkarlığı ilə tamaşaçıların sevgisini qazanıb. Məsumə Babayeva teatr sənətinə verdiyi töhfələrlə yaddaşlarda qalacaq. Onun vəfatı Azərbaycan mədəniyyəti və teatr ictimaiyyəti üçün böyük itki hesab olunur. Sənət dostları, həmkarları və pərəstişkarları mərhum aktrisanın ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı veriblər. Məsumə Babayevanın xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.